Dedik ki, Allah Taala birinə verir, imtahan edir. Birinə vermir, imtahan edir. Məsələn, kasıbı verməyib Allah imtahan edir kasıbı. Azlıqla imtahan edir, yoxluqla imtahan edir kasıbı. Varlığını varlılıqla imtahan edir. Kasıb imkanının olmamasından bilmir neynəsin. Kasıb bilmir, yoxluqdan bilmir neynəsin. İmkanının çoxluğundan bilmir neynəsin. O qədər mal dövləti var ki, bilmir çoxluğundan neynəsin. İsraf eləyir. Mən danışmıram, bəzən qoyurlar internet, YouTube kanallarında nələr eləyirlər, siz də onları görmüsünüz. Amma deməyimdə məqsədim budur ki, hədisdə var. Hədisdə bu cür deyir ki, imkanının o israfı var ha, o israfı kasıbın haqqıdır. İmkanlı ki, israf eləyir, onun etdiyi israf o kasıbın haqqıdır. Bu hamısının hesabını verəcəklər. Hamısının hesabını verəcəklər. Bütün peyğəmbərlər cənnətə gedəcək.